Salamlayıram sizi müəllimlər. Bu günləri sizə Time-in yeni nəşrini təqdim edirik. Və əlbəttə ki, üz qabığından da görünür. Bəzi məqamlar burada yeniliklər öz əksini tapıb və yenilikləri demək olar ki, nəzər yetirsəz görəcəksiniz. Sadə şəkildə izah ediblər. Keyfiyyətli nəticə almaq üçün yaxşı bir kitabdır. Təlimçi olaraq da məsləhət görürəm. Və həmçinin deyim ki, inşallah test bankı çıxandan sonra onu da alarsınız. İşləməyinizdə bir fayda var. Nə qədər çox test işləsəniz sizin üçün müsbət bir nəticə almanıza kömək eləyəcək. SWOT analizidir, Kassel modeldir, dəlim bilik səviyyəsidir, həmçinin konstruktivizm geniş şəkildə burada təqdim olunub, şəxsiyyət yönümlü yanaşma və inteqrasiyada öz əksini tapıb. Digər məqamlara da diqqət yetirək. Elə mündərcat hissədən baxaq. Demək, müəllimlər görürsünüz ki, burada hüquqi savadlıq hissə əsas məqamları götürüblər artıq. Digər məqamlar öz əksini tapmırsa, demək, o qədər ona önəm verməyə ehtiyac yoxdur. Köhnə kitabla hazırlaşanlar mütləq bu mündərcatla hazırlaşmağı məsləhət görürəm. Digər məqamlar Doktor Normanın dərin bilik səviyyələri burada öz əksini tapır. Daha sonra geniş şəkildə analitik strategiyalardır, əməkdaşlıqdır, kommunikasiyadır, refleksiv strategiyalardır ki, biz bunun izahını da vermişdik. Daha sonra Kassel modeli öz əksini tapır, burada görürsünüz. Nəzəriyyələr 2 dənədir. Brunner'la Rocker'ın nəzəriyyəsini izah etmişdik və eynən elə həmin formada da burada öz əksini tapıb. Belə deyim sizə, əziyyət çəkiblər, hazırlayıblar, çox sağ olsunlar və sizin üçün də bunu oxuyub, hazırlaşmaq və həmçinin də testlərini işləmək qalır. Əlbəttə ki, hər bir kitabın dərindən mənimsənilməsi, bir var insanlar özləri oxuyub, öyrənmə qabiliyyətinə malikdirlər. Belə deyək, çevik zəkaya malikdirlər. Elə insanlar da var ki, onlar belə sabit zəkaya malikdirlər və yaxud da gec qavramaya sahibdirlər. Yaddaş zəifliyi var. Onlar əlbəttə təlimçi ilə hazırlaşsalar, bu vəsaitlərlə daha yaxşı olar, daha gözəl nəticə əldə edə bilərlər və kurikulumdan bazası sıfır olanlar mütləq şəkildə təlimçilərə müraciət edib söhbət tək məndən getmir. Dili sizin üçün anlaşıqlı olan, izahlarını başa düşüb, testlərdə tətbiq edə bilirsinizsə, elə həmin təlimçiləri də seçin. Və bizim də dərslərimizə qeydiyyatımız davam edir, qrup və fərdi şəkildə. Fərdi şəkildə aksiyalı endirim təqdim olunur sizə. Aksiya hələ də bitməyib və bildirim sizə ki, Telegramdan, YouTubedan, Instagram və digər platformalardan müraciət edənlərə endirimli qiymət də təqdim ediləcək. Hər birinizə uğurlar arzulayıram. Yeni vəsaitdən inşallah ki, müsbət nəticələrimizi əldə edərik və çalışın diqqətlə, belə deyək, çevik zəkaya sahib olaraq, açıq düşüncə tərzinə sahib olaraq, heç nədən qorxmadan, çəkinmədən, həyəcanlanmadan hazırlaşın. Kurikulum insana nəinki müəllimlərin işə qəbulu üçün lazımdır. Həmçinin də həyatı anlamaqda, təlimini qurmaqda, insanlarla ünsiyyətdə də böyük bir rol oynayır. İzlədiyiniz üçün təşəkkür edirəm.